Muaviyyənin ardıcıllarına Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmin tərəfindən xəbərdarlıq vardı. Diqqətlə qulaq asın və görün bu xəbər nədir? Vahabilər, sünnilər biz şiələrə deyirlər ki, siz niyə Muaviyyəni sevmirsiniz? Siz niyə Bəni Üməyyəyə bu qədər kin və küdurət bəsləyirsiniz? Axı, onlar səhabə idi. Onları niyə özünüzə iman bilmirsiniz? Mən isə bu cəmaatın özlərinə öz kitablarından cavab verəcəm. Diqqət eləyin, Əl-Müstədrək Əl-Səhihin kitabı, Hakim-i Nişaburinin kitabıdır. Deməli, bu kitabın təhqiqini Müstəfa Əbdülqadir Əta eləyibdir. Darül Kutub-ül İlmiyyədə Beyrutda, Livanda çap olunubdur 2002-ci ildə. Deməli, ikinci növbədə 534-cü səhifədə 8500-cü hədisdə Hakim-i Nişaburi belə bir hədis gətirir. Qalə Rəsulullah sallallahu aleyhi və səlləm. Alihi kəlməsini də həmişə sünnilər, vahabilər salavatdan çıxardıblar, yəni Peyğəmbərimizin ailəsinə salavat demirlər. Onun əksinə münafiq sahabələri gətirib salırlar ora və onlara salavat deyirlər. Diqqət eləyin əzizlər, Peyğəmbərimiz belə buyurubdu. İnnə əhlə beyti səyəlqavnə min ba'di min ümməti qətlən və təşridən. Allahın Rəsulu buyurubdur ki, mənim əhli beytim tezliklə məndən sonra mənim əhli beytimin, mənim ümmətimin arasında olan o tayfalar, qövmlər qətlə yetirəcək, öldürəcəklər və onları didərgin salıb avərə salacaqlar, onlara zülm eləyəcəklər. Və innə əşəddə qavminə lənə buğzəni bənu Üməyyə və bənul Müğeyrə və bənu Məhzum. Allahın Rəsulu buyurub, ən düşmən olan şəxslər, ən düşmən olan tayfa mənim əhli beytimə Bəni Üməyyədir, Bəni Müğeyrədir, Bəni Məhzumdur. Hakim-i Nişaburi deyir ki, sənədi tam səhihdir bu hədisin. İndi deyin görün, vəhabilər, sünnilər. Nə üçün siz Bəni Üməyyəni özünüzə imam bilib Əmirəl-Mömini seçmisiniz? Nə üçün onların sevgisi vardı sizin ürəyinizdə? Bəyəm Peyğəmbərimizin bu xəbəri əlinizə çatmayıbdır? Bəyəm sizin kitablarınız deyil? Bəyəm Bəni Üməyyə əhli beyti öldürməyib, şəhid eləməyib? Həmən əhli beyti ki, Qur'an-ı Kərimdə keçib. Məgər Muaviyyə Həzrəti Əmirəl-Möminin Əli əleyhissalamın əleyhinə çıxmadı? Axı siz deyirsiniz, xəlifənin əleyhinə çıxan kafirdir. Bəs o kafir deyil. Muaviyyə kafir olmur burada. Əzizlər, Həzrəti Əli əleyhissalamın övladını İmam Həsən əleyhissalamı Muaviyyə şəhid eləyir, zəhr ilə. Deyin görüm, Yezid bəyəm İmam Hüseyin əleyhissalamı şəhid eləmədi, onun əhli beytini sürgün salmadı. Bu nə cür yanaşmadır sizdə, ay sünni cəmaatı, ay vəhabilər? Nə cür insanlarsınız? Siz utanıb xəcalət çəkmirsiniz Allahdan, heç utanmırsınız Peyğəmbərdən. Bəni Üməyyə bu cür cinayətkar adamdır, Peyğəmbərimiz buyurur. Bəni Üməyyə bu cür bir tayfa idi. Məgər Həzrət Peyğəmbərimiz Səhih Buxaridə buyurmur ki, Vəyhə Əmmar, əfsuslar olsun sənə ey Əmmar, səni üsyankar qrup öldürəcək, sən onları cənnətə, onlar səni cəhənnəmə dəvət edir. Deyin görüm, Əmmar ibn Yasir Siffeyn döyüşündə bəyəm şəhid olmadı Muaviyyənin ordusundan tərəf. Muaviyyənin ordusu onu öldürmədi bəyəm. Həzrəti Peyğəmbərimiz tərəfindən Muaviyyə və Muaviyyənin ordusu cəhənnəm əhli olduğu bildirilir. Əzizlər, bunun başa düşməyi bu qədər çətindir. Ay sünni cəmaatı, ay vəhabi cəmaatı, niyə bəs bu cür batmısınız palçığa? Əhl-i beytin sevgisi yaxşıdır, yoxsa cinayətkar Bəni Üməyyənin, Muaviyyənin, Yezidin? Hansı? Niyə başa düşə bilmirsiniz siz? Bu son zamanlarda vəhabilər, təkfirçi sələflər İbn Teymiyyə, Nasibi İbn Teymiyyənin qəbrini görürük ki, yuyub təmizləyirlər, zinətləyirlər, ziyarət edirlər. Mən bilmirəm nə cür olur. İbn Teymiyyə, yəni bu qədər əhl-i beytdən yuxarıdır ki, onun qəbrini yuyub təmizləmək olar, ziyarət etmək olar, zinətləmək olar. Əsil tövhid olur, əsil müvəhhid olur vəhabilər onda. Amma biz pak və məsum, mütəhhər əhl-i beytin qəbirlərini, hərəmlərini ziyarət eləyəndə oluruq müşrik, oluruq kafir. Elə bax, bu son zamanlarda, keçən həftə cümə namazında Suriyada İmam Əli əleyhissalam adında bir məscidi getdilər vəhabilər, partlatdılar. Özlərini intihar elədilər orada. Partlatdılar, orada 8 dənə şəhid elədilər şiələrdən, ələvilərdən. Həmçinin 20 dənə orada yaralı qoydular. Bu kinə, bu küdurət, bu qədər əhl-i beytlə düşmənçiliyi nəyə lazımdır axı? Nə üçün bu qədər siz nasibisiz? Əzizlər, Ərəbistan, Saudiyadan bu son zamanlarda 30 ton kitab göndərilibdi Vəhabi dövlətindən Suriyaya. Nə üçün? Elə bax, bu cür təfəkküratı təqviyyət eləmək üçün. Bu cür təfəkküratı qat-qat yuxarı yaymaq üçün. Əhl-i beytlə düşmənçilik eləmək, Allah ilə düşmənçilik eləmək üçün bu kitabları göndərirlər. İndi siz gəlin deyin biz şiələrə ki, siz niyə Muaviyyəni sevmirsiniz? Siz niyə, nə bilim, Bəni Üməyyəni sevmirsiniz? Bizim əsl dəlilimiz bax budur. Peyğəmbərimizin sözləri sizin öz kitabınızda gəlibdir. Lakin sizlər öz gözünüzü tutmusunuz, həqiqəti görmək istəmirsiniz.